Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb. Xankəndinin müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində aparılan ardıcıl işlər çərçivəsində şəhərin ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar artıq istifadəyə verilib. Yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz və keyfiyyətli nəqliyyat xidmətini təmin edəcək. Xankəndi şəhərində mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədi ilə AYNA tərəfindən təhlillər aparılıb və vətəndaşların ictimai nəqliyyatdan rahat istifadə edə bilməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Xankəndi şəhərində sərnişin daşıma xidməti yaşıl enerji konsepsiyasına uyğun olaraq təşkil olunur. Bu da bölgədə müasir, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat infrastrukturunun qurulmasına öz töhfəsini verir. Qeyd edim ki, şəhərdaxili ilkin mərhələdə 3 marşrut xətti fəaliyyət göstərəcək və şəhərin əsas küçə və prospektlərini əhatə edəcək. Bakubas MMC tərəfindən 10 müasir, ekoloji cəhətdən təmiz elektrik mühərriki nəqliyyat vasitəsi 15 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq. Xankəndidə fəaliyyət göstərən 1 nömrəli avtobus Qarabağ Universitetinin klinikası Xankəndi tikiş fabriki, 2 nömrəli avtobus Kərkicahan qəsəbəsi, dəmiryol və avtovağzal kompleksi, 3 nömrəli avtobus isə Qarabağ Universitetinin klinikası 1-ci dairə marşrutları üzrə hərəkət edir. Marşrut xətləri boyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub. Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçirilir. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Sərnişinlər ödənişlərini fiziki Bakı kart, QR bilet, eləcə də NFC texnologiyası vasitəsilə istənilən bank kartı və mobil ödəniş sistemləri ilə həyata keçirə bilərlər. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür. Qeyd edək ki, avtobusların hərəkətinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin monitorinq mərkəzi vasitəsilə real vaxt rejimində nəzarət edilir. Bu layihə regionda müasir və ekoloji təmiz nəqliyyat infrastrukturunun formalaşdırılmasına xidmət edir.